Ha. Ne? Yok. Ola bilmez. Ola bilmez. Kostyumu beğendin. Hey kardeşim, əlaydı. Çox yaraşıqlı görsənərdi. Yaxşı da məzələnmə. Sən nə hazırlaşmamısan? Akşı gör, axşama nə qədər var. İndən niyə hazırlaşım, ha? Həyəcanlanırsan, ha, deyəsən. Aynen belə də özümü xoşbəxt istəyirəm. Tək elə olsun. Allah xoşbəxt eləsin. Sağ ol. Sən də. Mələkdir. Hı? Haycan mələyim. Hə. Necə? Nə vaxt? Nə olub İslam? Nə olub? Ülkər. Ha? Ülkəri qaçırdıblar. Nə? Bunu giyinirsən? İndi gelim dirsən? Hə də sonra vaxt olmayacaq. Oradan. Hə, İslam. Hə, Mələk. Nə danışırsan? Hazırlaşırsan? Hə. Gizlətmə, bilirəm bəbirin şəklidir. Otağında yox idi, bildim götürmüsən. Hər nə olsa atandır, düz eləyirsən. Klinikaya gideceğim. Biraz tek kalmalıyım. Sakitleşmeliyim. Her şeyi yaddan çıkartmak isterim. Düz elə budur qızım. Sana da çok əziyyət verdim. Bağışla məni. Biz bunu danışdıq, həll elədik. Bitdi, getdi. Bekar gözləyir səni. Bilirəm. Mən həmişə yanındayam da, bilirsən. Həmişə də yanında olacağım. Kaş her şey başka cür olardı. Kaş o da bizden olardı. Ama bizim yanımızda olardı. Həyatda da olanları geri qaytara bilmərik. Amma gələcəyimizi də qurmaq öz əlimizdədir. Yığış. Yığış sən yola salın qızım, yığış. Qocandan. Bunu Zöhrab eləyib. Bu 100% Zöhrab eləyib. 100%. Gedək. Qədir, gedək. Sən ara. Mələyin halı yaxşı deyil. Qumru. İslamla gedəcəm mən. Sən oturursan evdə, nə də oldu sənə xəbər eləyəcəm. Qədir, Qumru. Bax, yenə məndən söz güləşdirmə. Səndən artıq dərəcədə xahiş edirəm. Oturursan evdə, uşaq yanında qapını da heç kim açmırsan. Heç kimə. Eşitdin məni? yaxşı. Ay Firo, mən süzərdim də. Nə əziyyət çəkirsən? İşi süzürəm də. Nigar hazırlaşır klinikaya müalicəyə getməyə. Deyirəm, göz dəydi də bu ailəyə. Zamanla düzələr hər şey Lətifə. Amin. Xavərə yazığım gəlir.
Nələr çəkdi Xavər. Yəni Seyran da sağalıb gəlsəydi. Sağalacaq. Amin, amin. Deyirəm Ayfera. Bir dəfə belə almalı pirog bişirmişsin, yadındadır. Köhnə villada. Mən nə qədər eləyirəm, o dadda alınmır da. Özdə mənə söz vermişdin ki, bişirəcəksən mənim üçün. Hələ söz vermişdim ki, reseptini də sənə verəcəm. Hamı xoşlayır o piroqu. Axşam bişirərəm. Doğrudan rəfiqələrim də istəmişdi məndən. Qəşəng axşam bişirim, siz də yeyin. Seyrana da aparım. Yol üstü də rəfiqələrimlə görüşərəm. Deyirəm, halal olsun da sənin kimi gəlinə. Seyrana necə dəstək olursan, arxasında durursan. Qoy başqaları baxsın, səndən ibrət götürsün. Görsünlər ki, gəlin necə olar. Peki. Peki hamı özü üçün düz yolu seçsin. Amin. İç ürəyim, iç. Abi tanımadığı maşına niye minib bu? Yəqin elə bir atası göndərib də. Ne oldu? Nəsə bir xəbəri var? Yox Eda, xəbər zad yoxdur. Ya Cahangir elib, ya Zöhrab elib, ya da ki ikisi birləşib elib alçaqlar. Mən də elə fikirləşirəm. Bilsəydim icazə verməzdim, getsin. Mən hardan bilim belə olacaq? Nə xəbər? Var bir xəbər. Heç bir xəbər yoxdur ya. Zöhrab qaçırıbsa, onda niyə xəbər yoxdur, ha? Nasım dayı, bir dənə sakit olaq, qurban olum, sakit olaq. Kim, mən necə sakit ola bilərəm? Qızımı qaçırıblar, Mən onu öldürəcəm, onu sağ qoymayacam. Sultan, qardaş, bir dəqiqə dayanın da. Biz niyə polisə getmirik ki? İslam gedəcəyik də, polisə gedəcəyik. Bir dənə bilək kim eləyib, bəlkə Zöhrab eləməyib. Zöhrab eləyibsə də, eləməyibsə də biz polisə gedəcəyik. Amma bir dənə sakit olun, görək nə olur. Birdən o vaxtacan qıza nəsə eləyərəm. Narahat olmadı, heç kim heç nə eləyə bilməz onu. Kimsiz? Nə istəyirsiniz məndən? Hə, nə istəyirsiniz məndən? Oğlu öldürülmüş, dünyadan bezmiş bir ata. Sen atana düşməni. Neyniyib atam sizə? Oğlumu öldürüb. Bugün mənim toyumdur. Həm də mənim atamdan heç kimə zərər gəlməz elə adam deyil. Onlar bıraxın gedib, qurban olun. Toyundu. Mübarək. Xoşbəxt olasın. Oğlumun ölməyinə səbəb atam və qədirdir. Söz verirəm. Oğlumun ölümünə səbəb olan hər kəs öz cəzasını alacaq. Mütləq. Qoy toyun qara gəlsin.
Biz indi neyniyək? Boş-boş dayanaq burada. Ha? Alo. Nasim, eşidirsən məni? Deyirlər pis xəbər tez yayılır, hə? Ay. Kızımsan oğlumsan. Bəli. Mən qaçırmışam. Axı mən sizə dönə-dönə dedim ki, mənə ilişməyin. Axı mən sizə dedim ki, siz mənə mane olmayın. Siz neynədiniz? Siz mənim oğlumun ölümünə səbəb oldunuz. Söhrab. Söhrab qulaq as. Sənin oğlunu biz öldürməmişik. Siz öldürməmisiniz. Amma onun ölümünə siz səbəb olmusunuz. Mən də sizə bunu yaşadacağım. Əvvəlcə siz mənə cavab verəcəksiniz. Sən, Qədir. Sonra da mənə o alçaq şef cavab verəcək. Sizin hər üçünüz mənə cavab verəcəksiniz. Zöhrəba başa düşürsən, cavab verəcəksiniz. Zöhrab, kızımın yerini de. Gel görüşüp, ikimiz görüşüp söhbət eləyək. Yox, yox Nasim. Olmayacaq. Mən sizə övlad dağını göstərəcəm. Siz mən çəkdiyimi çəkəcəksiniz. Aydın oldu, mən sizə bunu yaşadacağım. Sənə söz verirəm. Nə oldu dayı, nə deyir? Nə danışır? Nə oldu sənə? Dayı. Nazım da yaxşısan. Deyir, övlad dərdi nədir sən də biləcəksən. Aşı qələt edir, fikir ver. Gəl buradan, gəl əyləş, gəl. Gəl buraya əyləş. Çək üstədə. Uşaqlar yaxşıyam. Otur. Ne bunu bir kurtulmaz. Nasım da? Ay kızım. Nasım da? Sen söz veririm, narahat olmayasın. Ülkəli için olmayacak. Bir daha iç bunu. İç sözünü gel. Bu adamı tapmaq lazımdır. Zaten bildiğiyle diyen de 2 dəqiqə. İç onu da, iç. Qoy, atan da bunu yaşasın. Yaşasın övlad dağın. Qızım. Kuzum. Mən Mələk xalanın yanına getməliyəm. Sən evdə tək qala bilərsən? Hə, sən narahat olma. Amma bax qapını heç kim açma, yaxşı? Heç kimə. Yaxşı, narahat olma sən. Mən qalaram. Ağıllı balam mənim. Toy qabağı indi atan dəli olub, ha? Pis eləməklə əlbənə keçəcək, hə? Heç nə. Mən çəkəni atan da çəkəcək. Tək o yox. Qədir də. İndi onların başı sənə qarışıqdır. Amma birazdan Qədirin qızı da olacaq. Yok, balaca da yok. Yok, ne olur onu yok. Yalvarırım onu yok. Mənim başım çıxmır. Biz niyə polisə getmirik? Yok, olmaz. Kızıma nəsə eləyər. Ama bir gün gelecek, o kanun karşısında cevap vermeli olacak. Nəsə xəbər var? Sen burada ne yapıyorsun? Mən çağırdım. Ürəyim partlayırdı. Qumru uşağı tək qoyub çıxmısan sən. Neyniyim, ürəyim partlayırdı. Narahat olma. Qapımı bağlamışam, evdə oturub. Nə olub? Nəsə xəbər var?
Yox hələ. Bunun gizli yerləri biz hardan tapa bilərik? Hardan tapa bilərik, düz deyirsən. Cahangir. Sultan Cahangir. Yoxdur da, burada çıxıb gedib arası qaçıb. Amma qoy bir dənə yoxlayıb. Yığ da yığ görək. Zəng çatmır. Gəl onda belə eləyək. Polisə xəbər verək, ilə da özümüz axtaraq. Başqa yolu yoxdur, başqa ağlıma heç nə gəlmir. Burada durmağın mənası yoxdur. Məncə də. Nasımlar yığdım 102'ni, bütün məlumatları verdim. Alçaq cavab vermir. Şərəfsiz. Bəlkə mən Cahangiri bir də yığım. WhatsApp'dan yığım ev. Bəlkə xaricdədir. Cahangir. Cahangir, bir dənə qulaq as mənə. Səndən bir xahişim var. Ömründə bir dəfə mənə yaxşılıq elə də, nə olar? Kişi kimi səndən xahiş edirəm. Deyirəm, qulaq as. Ülkəri qaçırdıblar. Kim qaçırdacaq? Zöhrab. Bir dənə səndən xahiş edirəm. Onun bilinən, bilinməyən nə məkanı varsa öyrən mənə dinən də. Gözləyirəm. Hə, deyir, maraqlanıram. Ay, istidir çox. Xoş gəldin. Ay, sağ ol. Nigar bir müddət olmayacaq aramızda. İnşallah sağ olsun göndərəcəm onu Londona. Onun yeri oradır, ora rahatdır onu. Hə, düz deyirsən, orada çox yaxşıdır, yaxşı hiss eləyir özünü. Hər halda. Xeyirlisi inşallah. Mən də Seyranla danışdım. Daha yaxşıdır. Deyir, düzəlirəm, ağrılarım azalıb. Demək olar ki, sağalmışam. Şükür. Düzdür, mən təklif elədim ki, o gəlsin burada, qalmasın onlarda. Nə dedi? Dedi, yox, mən tam sağalım, sonra gələcəm. Düzəlir oğlum, qoy tam sağalsın, sonra gəlsin evinə. Sizin üçün də o bir ev ayırmışam. Yəni ki, o gələndən sonra gənc ailə kimi gedib yaşayarsınız orada. Bu qədər imtahanlardan, sınaqlardan çıxmısınız. Yəni yenidən demək olar sıfırdan başlayırsınız. Məncə belə daha məsləhətlidir. Siz necə məsləhət görsəz? Belə yaxşı olar. Xəbəriniz var. Bu Soltan var, oğlan məhəllədəki. Mühəndis Soltan. Hə. O evlənir, bugün Nasimin qızı ilə toylardı. Nə yaxşı. Yəqin bilirlər biz hüzürlüyük, onun üçün bizi çağırmayıblar. Olsun, xoşbəxt olsunlar. Allah xoşbəxt eləsin. İndi o da yetim uşaqdır da Soltan. Allah xoşbəxt eləsin. Ülkər də yaxşı qızdır, çox yaxşı qızdır. Şükür ki, Nasim də evlad toyu görür. Allah xoşbəxt eləsin. Amin, amin. Qızıma bir şey olsa, Zöhrab əlimdən sağ çıxmayacaq. Zöhrab?
Qədir, məni yaxşı dinlə. Mənim itirəcəyim heç nəyim yoxdur. Amma sizin var. Mənim yanımda bir dənə də xanım var. Hı? Zöhrab, bunu eləməklə sənin əlbə nə keçəcək ki? Zöhrab, bırax Ülkəri. Sənin problemin mənnəndir. Kişisən, gəl kişi kimi söhbətimizi eləyək. Bırax qızı Zöhrab. Zöhrab, vallah, billah, sənin oğluvun ölümündən bizim xəbərimiz yoxdur. Bizim orada əlimiz yoxdur. Var. Onun ölümündə sənin əlim var. Bilirsən niyə? Əgər sən mənim mallarıma əl qoymasaydın, indi mənim oğlum yaşayırdı. Ona görə də cavab verəcəksən. Harda olsan da sən mənə cavab verəcəksən. Yadında saxla. Zöhrab, diqqətlə qulaq as mənə. Biz polisə xəbər vermişik, polis səni axtarır. Polis onsuz da səni tapacaq, cəzavı verəcək. Ülkərin yerindənən gəlim götürüm. Nə, məni qorxudursan? Yox, elə şey yoxdur. Ola bilər ki, mənim axırım olsun, amma bu tək mənim sonum olmayacaq. Sizin də sonunuz olacaq. Yaxşı yadında saxla. Sən indi güya Ülkərin qeydinə qalırsan, hə? Hə? Amma bilmirsən ki, burada başqa bir də qız var. Hə? Bir dənə bax. Bax, bu Ülkər. Bəs bu kimdir? Lalə. Lalə. Kızım. Ne? Lale. Lale. Kızım. Kumru diyor. Zöhrab. Bırak kızımı. Yan. Lale. Zöhrab. Lale. Yan da diyan. Zöhrab. Zöhrab səni parça-parça eləyərəm ha Zöhrab. Eşidirsən məni? Kirin nədir sənin? Şərəfsiz. Ay axmaq, hələ başa düşməmsən nədir fikrim? Ağrı. İstəyirəm ki, sən mən çəkəni çəkəsən. Onda biləcəksən ki, mən nə ağrılardan keçmişəm. Bunu sənə yaşadacam Qədir, bunu bil. Amma mən sizdən fərqli olaraq biraz ürəyi yumuşağam. Mən sizə seçim verirəm. 2 ata, 2 qız. Seçin, kim yaşasın? Ülkər, ya Lalə? Zöhrab, and olsun Allaha səni parça-parça eləyərəm. Zöhrab, bu nə sözdür sən bizə deyirsən? Zöhrab! Dedim axı, ayaqmaq. Sizə 10 dəqiqə vaxt verirəm. Yox, 20 dəqiqə. 20 dəqiqədən sonra zəng eləyəcəm. Aydındırmı? Hələlik. Zəngimi gözlə. Zöhrab! Zöhrab! Qədir Lale. Kumru eləş. Bir dəqiqə dayanın, Cahangir yığır. Hə, Cahangir. Sən Allah mənə yaxşı xəbər ver, Cahangir. Hə. Hə. Ay, sağ ol. Yaxşı, Cahangir, yaxşı. Yaxşı, çox sağ ol, Cahangir. Nə deyir? Nə deyir? Şəhərdən kənarda bir dənə obyekt var. Ora gedəndə görüblər Zöhrabı. Deyir, maşını hələ də oradadır. Ünvanı da atıb mənə, konum atıb. Gedək, 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 gedək kızım. Gedək. Göz. Sakit ol. İslam, qalırsan burada. Nasım dayı, ünvan atırsan polisə tez. Oturun, siz burada olun. Nasım dayı, sakit. Kumru sakitləş. Dayan, su gətir. Kumru sakitləş. Kumru sakitləş. Kumru başıma qoyaram sakitləş. Sənə qurban olum. Ülkər, ya Lalə. Ülkər, seçim sizindir. Gözləyirəm. Vaxt getdi.
Hə, Fira. Necəsən Seyran? Düzdür, bayaq danışmışdıq səndən, amma darıxdım nəsə. Yaxşıyam. Elə mən də darıxmışam. Bilirsən nəyə fikir verirdim indi? Əllərimin əsməsi xeyli azalıb. Heç vaxt bu qədər olmamışdı. Bir də demək olar ki, ürəyim heç nə istəmir. Bəs hələ də orada qalmaq istəyirsən? Hələlik, hə. Fikirləşirəm ki, biraz da lazımdır burada qalım. Tək sağalmaqla bağlı yox. Demişdim axı sənə, insan tək qalanda çox şey fikirləşir, çox götür-qoy eləyir. Elə mən də gələcəyimiz barədə fikirləşirəm. Necə fikirləşirsən gələcəyimizi? Gələcəyi necə düşünəcəm sənlə? Ümumiyyətlə, sənsiz heç nə fikirləşmək istəmirəm bundan sonra. Sağ-salamat qayıdacam evə, sağalacam, işləyəcəm, ürəyin istəsə sən də işləyərsən. Sonra inanıram ki, uşağımız da olacaq. Hətta uşaqlarımız. Sonra onları böyüdərik bir yerdə. Belə yəni. Seyran, bilirsən mən nə qədər gözləmişəm səndən bu sözləri? Qurban olum sənə. Tam sağal, sonra gəl, yaxşı? Sən gəl, hər şey yaxşı olacaq. İş də taparıq, işləyərik. Uşaqlarımız da olar. Amma tək ki sən sağal gəl, mən səni həmişə gözləyəcəm, yaxşı? Sağalacam. Mütləq sağalacam, narahat olma. Anam necədir? Hə, yaxşıdır, hamı yaxşıdır. Deyə, anan da buradadır. Seyrandır. Ha, necədir? Dinə nəsə lazımdır? Nəsə lazımdır, Seyran? Yox, ana, narahat olma, hər şey qaydasındadır. Nigar necədir? Yaxşıdır oğlum, yaxşıdır. Yaxşı. Müğayət olun özünüzdən. Mənə görə də narahat olmayın, hər şey qaydasındadır, hər şey daha da yaxşı olacaq. Öpdüm sizi, hələlik. Sən də özünə yaxşı bax oğlum. Yeməyivə, içməyivə fikir ver bala. Sağ ol Seyran, danışarıq. Şükür bugünkü günə də. Səsi yaxşı gəlirdi. O de, Zöhrabın maşını dayanıb orada. Çöldə adamı da var. Bəlkə polisi gözləyək? Yox, dayı, qorxuram nəsə eləyər birdən. Riskə ehtiyac yoxdur. Səsə qoy. Alo. Qədir, nə oldu? Bir qərara gələ bildiniz? Zöhrab, bu elədiyin kişilikdən deyil ha. Sən kişilikdən danışmayı. Kəs səsini. Həmə ağıl öyrətmə. Seçimini elə tez elə. Uşaq yoxsa ülkə. Zöhrab, onların ikisi də yaşayacaq. Eşidirsən məni? Ağlığı başına yığ. Başa düşürsən, seçiminizdən asılı olmayaraq aranızda ömrü boyu küçüklük olacaq. Ağrı və küçüklük. Tezdir, hansını seçirsiniz? Ay kişi, niyə belə eləyirsən? Zöhrab, bu elədiyin nə insanlığa sığır, nə kişiliyə. Kişi düşmənçiliyi də kişi kimi aparmalıdır. Danışmaya seçimi edirsən ya yox? Zöhrab, mənə 5 dəqiqə vaxt ver də, 5-cə dəqiqə. Yaxşı. Olsun. Olsun 5 dəqiqə. Amma 6-cı dəqiqədə ikisi də öləcək. Yaxşı, yaxşı. Cəhənnəmə nə olar, heç olmasa onu bırax, balacadır, qorxur. Yalvarıram. Görən mənim də oğlum belə ağlayırdı.
Yalvarırdı. O bizim günahımız değil axı. Atanın günahıdır. Atanın. Mənim oğlumun ölümünə bais olub. O da bunu çəkəcək. Mən yaşayanı o da yaşayacaq. Söz verirəm sənə. Her şey yaxşıdır. Çok sağ ol oğlum. Yaxşı ki varsınız. Her şey yaxşı. Ana!
Ay Mələk. Mələk gəl çıxdı da nə oldu? Gəlirəm. Gəlirəm. İslam Gəl də gəldi. Mələk, gəl. Bu nədir ay Mələk? Ver mənə görüm. Həkim deməyib sənə ağır şey qaldırmaq olmaz. Çox da ağır deyil. Balaca bir hədiyyə də almışam Qədirə. Ha, hədiyyədir. Hə. Hər şeyi fikirləşirsən. Gəl gedək. Gəl. Gəl görüm. Deyirəm ay Xəbər xanım. Allah haqqı adam gözlərinə inana bilmir ki, şükür Allaha. Seyran yanımızdadır. Çox şükür. Amma mən inanırdım. Biz bir ailəyik. Bekar, Lətifə neçə illərdir bizlə bir yerdədir. Bizim bir-birimizdən başqa kimimiz var ki? Düzdür, bu illər ərzində səhvlərimiz olub, yanlış hərəkətlərimiz olub, ailədə hər şey olur. Əsas odur bugün bir yerdəyik. Bəbir yoxdur. Amma ailəmiz var, mən varam, həmişə sizə dəstəyəm, dayağam, yanınızdayam. Ailəmiz nə qədər möhkəm olsa, bizə heç bir çətinlik sındıra bilməz. Seyran, geç otur atağın yerində. Bundan sonra sən elə orada oturacaqsın. Dur o. Dur anam babası, dur. Hə, nuş olsun. Ne yakın komşu olduk bu dünyada, ayrı ayrı doğulduk bu dünyada. Ahır gelip bir olduk bu dünyada. Ey hayat sen ne garibesen. Sana kimi baktın bana, sen gün kimi baktın bana. Gözlerinin arasına güldü ömrümün baktı bana. Aylar keçirirler keçir aklım olur. Yadlar gelir doğma olur yakın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey həyat sen ne garibesen. Ey həyat sen ne garibesen. Bu yıl qarı yaşattı canımızda. Gençlik eşki kaynadı kanımızda. Doğum oldu atamız anamızda. Ey hayat sen ne garibesen. Sana kimi baktın bana, sen gün kimi baktın bana. Gözlerinin arasıyla güldü ömrümün baktı bana. Qədir, sən nəcəb danışmırsan? Nasim dayı, biz həmişə oturub yeyib içəndə bir dənə sağlıqlar deyir, bir dənə sözlər danışır. Adam valeh olur, hə? Düz demirəm, Sultan? Bəlkə nəsə deyəsən? Ama İslam, birdən-birə yemək yediğimiz yerdə sağlıq deyim deyirsə, hə? De. Əslində mən İslam dediği kimi belə gözəl danışa bilən biri deyiləm, Nasim dayı. Yazılarımda özümü daha rahat ifadə eləyə bilirəm. Hə, nə deyə bilərəm İslam? Həyatdır da.
həyatın gözəl tərəfləri də var, çətin tərəfləri də var. Mənə görə gözəl tərəfi odur ki, Yaradan bizə bir hiss verib və biz o hissləri hər formada yaşaya bilirik. Mənə görə bundan gözəl heç nə ola bilməz. Çətin tərəfi də odur ki, bəzən üstümüzə nə gəlir onu da yaşayırıq. Hadisələri qabaqlaya bilmirik. Niyə? Çünki zamanın sahibi biz deyilik. Yaşayırıq da enişli, yoxuşlu bu həyatı. Amma bir an olur, elə bilirsən ki, öldün, bitdi hər şey. Qurtardı hekayə. Və sonra bir şey baş verir. Yaradan sanki sənin həyatına, sənin hekayənə bir insanla toxunur. Və o an başa düşürsən ki, yox, bu son deyil, mən ölməmişəm. Əslində mən elə indi dirilmişəm. Dirilirsən və hekayənə davam edirsən. Amma bu çətin yolda insanın yalnız bir şeyi arxası, dayağı olur. O şey də sevgidir. Heç vaxt sevməkdən əl çəkməyin. Siz sevin. Geri qalan bütün problemləri sevgi özü həll eləyəcək. Belə İslam, yemək yediyim yerdə mən yenə danışdım. Deyil də, bu olan bir şey oldu.
çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam.